Avqustun 12-dən 16-sına dək Mingəçevir şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi Wikimedia Azərbaycan istifadəçi qrupunun təşkilatçılığı ilə Wikipediyanın 25 illik yubileyinə həsr olunmuş Wiki şəhər layihəsi çərçivəsində Wiki Mingəçeviri Sevir beynəlxalq düşərgəsi keçirilib. 4 gün davam edən düşərgədə Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan təcrübəli Wikipediyaçılar iştirak ediblər. Düşərgə çərçivəsində regional Wiki icmaların təcrübəsi, təhsildə Wikipediyanın tətbiqi, mənbələrdə iş və neytrallıq prinsipləri, eləcə də Wiki layihələrdə süni intellekt və gadgetlərdən istifadə kimi aktual mövzularda təlim və təqdimatlar keçirilib. Editatonlar zamanı Azərbaycan gəncləri, idmanı və Mingəçevir mövzularında 512 yeni məqalə yaradılıb və 4000-dən çox redaktə edilib. Asudə vaxtın səmərəli təşkili məqsədi ilə iştirakçılar kanoe və avar çəkmə bazası ilə tanış olub, kanoelərdən praktiki istifadə imkanlarından yararlanıblar. Həmçinin iştirakçılar arasında nə, harda, nə zaman və Brain Ring intellektual yarışları təşkil olunub.